Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Rasulina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Esselamu aleykum ve rahmetullahi ve berekatuh. Bugün Səqələyn hədisi ilə əlaqəli silsilə dərslərimizdən 15-ci dərsdir və bu silsilə dərslərimizin İnşallah sonuncu dərsimizdir. Və keçən dərsdə dediyim kimi, bugünkü mövzumuz Şiə məzhəbində hədis elmi barəsində olacaq. Çünki hədis elmi, sənəd elmi, bu dinin başqa dinlərdən əsas fərqlərindən biridir. Və sənəd olmasaydı, istəyən istədiyini deyərdi. Və hər bir rəvayət, o rəvayətin sənədinin səhihliyi ilə bilinir. Və bunu da ayırt edən hədis alimləri mövcuddur. Və ümumiyyətlə bilmək lazımdır ki, Şiə məzhəbində hədis elmi olmayıb. Qətiyyən. Onlar hədislərin ağına, bozuna baxmadan, hədisin ravilərini araşdırmadan necə gəldi qəbul ediblər. Hətta qədim bir çox Şiə müəllifləri Şiənin 4 etibarlı hədis kitabının hamısını, o kitabda olan bütün hədisləri səhih hesab ediblər. Xüsusən də Kitab-ül Kafidə olan 16 mindən artıq hədisi. Şübhəsiz ki, bu elm, hədis elmi əhl-i sünnətə məxsus bir elmdir. Və daha sonra şiələr əhl-i sünnətə baxaraq bu elmə girişdilər. Və nəticədə də onların bütün hədisləri zəif və uydurma çıxdı. Necə ki, Şiə məzhəbinin ən məşhur və ən qabaqcıl mühəddislərindən, yəni hədis alimlərindən biri olan Hur'amili, Vəsailü Şiə kitabında 20-ci cild 100-cü səhifədə və ya 30-cu cild 260-cı səhifədə deyir ki, yeni istilahlar, yəni hədisləri səhih və zəif kimi növlərə ayırmaq əhl-i sünnətin etiqadına və əhl-i sünnətin hədis qaydalarına müvafiqdir. Fikir verin. Hur'amili hədis elmini yeni istilahlar adlandırır. Çünki bu Şiə məzhəbində yeni bir şeydir. Onlar belə bir elmlə tanış deyildilər. Və sözünün davamında deyir ki, bu hədis elmi əhl-i sünnətin etiqadına və qaydalarına müvafiqdir. Yəni Şiə məzhəbində olan hədis elmi. Və sözünün davamında deyir ki, hətta bu elm onların kitablarından götürülmüşdür. Yəni bu elmi şiələr əhl-i sünnətdən götürüb. Həmçinin demək olar ki, hicrətin 7-ci əsrinəcən Şiə məzhəbində hədisləri səhih və zəif kimi növlərə ayırmaq və bu elmin qaydaları əsasında hədislərə hökm vermək olmayıb. Və Şiə məzhəbində bunu ilk dəfə ortaya çıxaran İbn-i Mutahhar Əl-Hilli olub. Necə ki, Hur'amili Vəsailü Şiədə 20-ci cild 102-ci səhifədə və 30-cu cild 262-ci səhifədə deyir ki, məlum olduğu kimi bu istilahlar, yəni hədis elmi, hədislərə səhih və zəif hökmünü vermək, Alləmənin, yəni İbn-i Mutahhar Əl-Hillinin və ya onun şeyxi Əhməd İbn Tavusun zamanında ortaya çıxdı. Yəni bundan qabaq olmayıb bizdə.
Həmçinin bunu Şiənin məşhur hədisçisi Yusuf Əl-Bəhran da təsdiqləmişdi. O, Əl-Hədaiqun Nadira adlı əsərində 1-ci cild 53-cü səhifədə deyir ki, hədisləri səhih və zəif kimi növlərə ayıran ilk şiə alimləri İbn Mutahhar və onun ustadı İbn Tavus olmuşdu. Bundan qabaq olmayıb. Və şiələr hədisləri növlərə ayırmağı əhl-i sünnətin kitablarından öyrəndiyi kimi, hədislərdən hökm çıxarmaq qaydalarını da əhl-i sünnətdən öyrənmişdi. Çünki hədis elmində bir də dirayətül hədis, hədis elminin qaydaları və hədisdən hökm çıxarmağın qaydalarına dair bir elm var. Buna dirayətül hədis elmi deyilir. Hətta bu elmi də əhl-i sünnətdən götürüblər. Necə ki, şiə alimi Əl-Hairi Muqtabisul Asar adlı kitabında 3-cü cild 73-cü səhifədə deyir. Deyir ki, heç bir şübhə yeri olmadan məlumdur ki, bizim alimlərimizdən Şəhid-ü Sənidən qabaq, yəni İbn Mutahhar Əl-Hillidən qabaq, Dirayətul Hədisə dair kitab yazan olmayıb. Bu elm də əhl-i sünnətin elmlərindəndir. Yaxşı, bu yerdə sual ortaya çıxır. Bəs nə üçün şiələr hədis elminə girişdilər? Yəni, neçə yüz illər gözlədilər və sonra birdən ağıllarına gəldi ki, yox, gəlin biz də hədis elminə girişək və hədisləri səhih, zəif kimi növlərə ayıraq. Bunun bir neçə səbəbi var. Bu səbəblərdən əsası və ən birincisi budur ki, əvvəl şiələr öz kitablarında olan bütün hədisləri qəbul edirdilər. Bütün hədisləri qəbul edirdilər. Və sonra gördülər ki, öz kitablarında olan bütün hədisləri qəbul etməklə məzhəbləri batıb gedir. Və nəticədə başladılar hədislərini əhl-i sünnət kimi səhih və zəif kimi növlərə ayırmağa. Həmçinin səbəblərdən biri də o oldu ki, əhl-i sünnət daima hədisin sənədinə, səhihliyinə, yəni doğruluğuna fikir verirdi. Və bu səbəbdən də şiələr daima əhl-i sünnətin yanında gözü kölgəli idi. Çünki onlarda hədis elmi mövcud deyildi. Və hədisləri necə gəldi, qəbul edirdilər. Bu səbəbdən də onlar əhl-i sünnətin qınağından qurtulmaq üçün bu elmə girişdilər. Ancaq heç bir faydası olmadı. Necə ki, Vəsail-i Şiə kitabına 20-ci cild 100-cü səhifəyə və ya 30-cu cild 258-ci səhifəyə baxa bilərsiniz. Bu dediklərimi orada tapacaqsınız. Faydası olmadı ona görə ki, onların rəvayətləri əhl-i beytdən nəql olunmuyub. Yuxarıda da qeyd etdiyim kimi, keçən dərslərdə də vurğuladığım kimi, raviləri yalancı və hədis uyduranlardır. Küfənin hədis uyduran sənətkarları. Bu səbəbdən də onların rical kitabları, yəni hədisi rəvayət edən ravilərin biografiyalarından bəhs edən rical kitabları ixtilaflarla, ziddiyyətlərlə doludur. Bunu onların ən böyük alimlərindən biri olan Feyz Əl-Kaşani də açıq aydın etiraf edir. Əl-Vafi kitabında 1-ci cild 11 və 12-ci səhifələrdə. Həmçinin Hur Əl-Amili özü də Vəsail-i Şiə kitabında 20-ci cild 111-ci səhifə və 30-cu cild 279-cu səhifədə etiraf edir ki, şiə alimlərinin əhl-i sünnətə baxaraq hədisləri səhih və zəif kimi növlərə ayırmaları boş və əbəs bir şeydir. Və deyir, Hur-Amili deyir ki, Şeyx Ət-Tusi çox vaxt hədisin ravisinin zəif olduğuna görə hədisi zəif sayır. Ancaq şeyxin hədisləri bu səbəbdən ötürü,
yəni ravisinin zəifliyindən ötürü zəif sayması qeyri-həqiqi, qeyri-ciddi bir şeydir. Çünki, məsələn, Tusi deyir ki, bu ravi, zəif ravi olduğuna görə onun rəvayət etdiyi hədis də zəifdir. Sonra biz görürük ki, o başqa bir yerdə elə bu zəif ravinin rəvayəti ilə əməl edir. Hətta bəzi yerlərdə ondan da zəif olan ravini qəbul edir. Çox yerdə hədisi mursəl olduğuna görə, yəni sənədi tam olmadığına görə hədisi zəif sayır. Sonra elə özü başqa bir yerdə mursəl hədisi dəlil gətirir. Hətta o, çox vaxt sənədi qırıq və zəif rəvayətləri qəbul edir. Amma bəzən görürsən ki, musnəd, yəni sənədi tam olan və raviləri güclü olan hədisləri isə elə özü rədd edir. Bunu kim deyir? Hur'amili. Vasail-i Şia'da 20-ci cild 111-ci səhifədə. Yəni Tusi öz nəfsinə nə uyğundursa onu qəbul edirdi. Fərq etməz. Hədisin sənədi zəifdir və ya səhih. Həmçinin fikir verin. Hur'amili Vasail-i Şia kitabında 30-cu cild 260-cı səhifədə nə deyir? Deyir ki, əgər bizim hədislərimiz hədis elminin qaydaları əsasında araşdırılsa, hamısı zəif çıxacaq. Bunu Şiənin mötəbər hədis alimi Hur'amili özü etiraf edir. Yaxşı, nə üçün? Yəni, səbəb nədir ki, Şiə məzhəbinin hədislərini hədis elmi qaydaları əsasında araşdıranda bir dənə səhih hədis qalmır. Çünki bir sənədin səhih ola bilməsi üçün ilk növbədə o hədisi rəvayət edən ravilərin adil olmaları şərtdir. Şiənin hədisləri isə keçən dərslərdə də qeyd etdiyim kimi məlun, yəni lənətlənmiş və kəzzab, yəni yalancı ravilər tərəfindən rəvayət edilmişdir. Ona görə Hur'amili özü bunu etiraf edir. Vasail-i Şia 30-cu cild 260-cı səhifədə deyir ki, yeni istilahların, yəni hədis elminin əhli, hədisin ravisinin adil olmasını şərt qoyub. Elə təkcə bu şərtə görə bizim bütün hədislərimiz zəif çıxır. Çünki nadir hallarda ravinin adil olub olmaması bilinir. Yəni Şiə məzhəbində nadir hallarda bilinir ki, bu ravi adildir ya yox. Çünki bütün raviləri imamlar tərəfindən lənətlənib, yalancılıqda ittiham edilib, ya 12 imamçı şiəsi olmayıb və sair batil əqidələrin sahibi olub. Ona görə onların rəvayət etdiyi hədislərə necə güvənmək olar? Və fikir verin, bu böyük bir şiə aliminin öz hədislərinə verdiyi şəhadətidir. Və bu günümüzdə də vəziyyət fərqli deyil. Buna əhl-i sünnətin və şiələrin, daha doğrusu müsəlmanların və şiələrin kitablarını oxuyan hər kəs görə bilər. Əhl-i sünnətə məxsus kiçik həcmli bir kitabça da olsa, orada qeyd olunan bütün hədislərin mənbələri və etibarlılığı, səhih olub olmaması mütləq göstərilir. Ancaq təəssüflər ki, belə şeylərə şiə kitablarında rast gəlmək çox çətindir və demək olar ki, qeyri-mümkündür. Və keçən dərslərdə də dediyim kimi, şiə məzhəbinin ən etibarlı hədis kitabı, ən güvənilir hədis kitabı və ən önəmli hədis kitabı Kitab-ül Kafidir. Və bu kitabda 16 mindən artıq hədis var. 16 mindən artıq hədis. Və şiə alimlərinin özləri etiraf edir ki, Kitab-ül Kafidə olan 16 min hədisdən yalnız və yalnız 5072 hədis səhihdir. Yəni, kitabın 3də 2-si yalandır. Necə ki, bunu Lü'lü'ətul Bəhreyn kitabında
394-cü səhifədə görə bilərsiniz. Həmçinin Kulliyyətu fi ilmi rical kitabında 357-ci səhifədə Şiə alimlərinin etirafını tapa biləcəksiniz. Həmçinin Muhammed Baqir Əl-Behbudi Kitab-ül Kafini təhqiq edən Şiə alimlərindən biridir. Və o Sahihul Kafi adlı kitabında özü etiraf edir ki 16.000 hədisdən yalnız və yalnız 4428-i səhihdir. Və Kitab-ül Kafidə olan 16.000 hədisdən 11.693 hədis səhih deyil. Və təsəvvürləyin, bu şiələrin ən dəyərli və ən etibarlı və ən səhih kitabının halıdır. Və digər kitablar barədə artıq siz özünüz düşünün. Və sonda bu risaləni, bu dərsimi, bu mövzunu özümün yaşadığım iki hadisəni qeyd etməklə bitirmək istəyirəm. Necə ki, mən bir dəfə şiələrdən birinə belə bir sual vermişdim ki, Əhl-i Beytdən ən çox hədis nəql edən raviniz kimdir? Həmin şiə mənə cavabında dedi ki, Zürarə İbn Ə'yun və başqaları. Mən dedim ki, mən nə bilim ki, Zürarə İbn Ə'yun hədis uyduran olub, yoxsa doğru danışan. O da cavabında dedi ki, bunun üçün rical kitablarına baxmaq kifayətdir. Mən də dedim ki, mən artıq şiənin ən əsas rical kitabına, Ricalül Kəşfiyə baxmışam. Və orada imamlar Zürarəni bir çox yerdə lənətləyir və yalançılıqda ittiham edir. Və həmin şiə mənə dedi ki, imam o sözü təqiyyə ilə deyib. Və mən də çox təəccübləndim və dedim ki, əgər sizin rical kitablarınıza da təqiyyə, yəni yalan daxil olubsa, artıq sizə deyəcəyim başqa bir söz yoxdur. İkinci bir belə hadisə də yenə bu şiə ilə aramda olan bir söhbət zamanı baş verdi. Belə ki, mən ona Muhammədə nazil olan Quran 17.000 ayə idi. Hədisini deyəndə o bu hədisin uydurma olduğunu söylədi. Mən də dedim ki, hədislərin səhih və zəif olmasını, uydurma və doğru olmasını kim ayırt edir? Sən, mən, yoxsa hədis alimləri? O da dedi ki, təbii ki, hədis alimləri. Mən də soruşdum ki, şiə məzhəbinin əsas və ən mötəbər hədisçiləri kimlərdir? O da dedi ki, məsələn Məclisi, məsələn Hur'amili və sər şiə alimləri. Mən də dedim ki, axı, Məclisi özü Miratül Uqul kitabında bu hədisi doğru sayıb, səhih sayıb. O isə mənə cavab verdi ki, Məclisi bu hədisi səhih saysa da bu hədis Qur'ana ziddir. Və bu zaman mənim ona cavabım belə oldu. Dedim ki, axı, bu hədisi rəvayət edən ravilərin hamısı sizin rical kitablarınızda təriflənmiş ravilərdir. Bəs necə oldu ki, ən sağlam və ən güvənilir raviləriniz İmam Cafərin dilindən Qur'ana zid olan belə bir şeyi nəql ediblər? Yəni bir sözlə, şiələr üçün hədisin səhihliyi və ravilərin doğruluğu önəmli deyil. Onlar üçün önəmli olan hədisin öz istəklərinə uyğun olmasıdır. Və salam. Və bütün bunlardan sonra şiələr Əhl-i Sünnətə Səqələyn hədisini necə dəlil olaraq irəli sürürlər? Bir sözlə, son olaraq bunu deyirəm. Heç bir şiə boş-boşuna iddia etməsin ki, o Əhl-i Beytin yolundadır. Vallahi bu Əhl-i Beytin yolu deyil. Yalnız və yalnız Əhl-i Beytin adından uydurulmuş bir məzhəbdir. Necə ki, İmam-ı Cəfər özü deyir. Özü deyir ki, Allahın Qur'anda
münafiqlər barəsində nazil etdiyi ayələr məhz bizim şiyələrimiz olduğunu iddia edən şəxslər barəsində nazil olub. Yəni bizim şiyələrimiz olduğunu iddia etdiyi şəxslər hamısı münafiqlərdir. Necə ki bunu Tusi İxtiyaru Ma'rifətir Rical Ma'ruf bir Ricalil Kəşf kitabında 4-cü cild 366-cı səhifədə nəql edir. Həmçinin həmin kitabda 4-cü cild 365-ci səhifədə İmam Cəfərin belə dediyini nəql edir. İmam Cəfər deyir ki, özlərini bizim şiyələrimiz olduğunu iddia edən şəxslər Yahudilərdən, Xristiyanlardan, Məcusilərdən, hətta müşriklərdən də şərli olan insanlardır. Hətta Cəfər Sadiq görün nə deyir. Hansı ki bunu Kuleyni Kitabul Kafidə 8-ci cild 212-ci səhifədə nəql edir. Deyir ki, özlərini bizim şiyələrimiz olduğunu iddia edən şəxslər o qədər bizə yalanlar nisbət etdilər ki, hətta şeytan belə onların yalanlarına ehtiyac duydu. Və son olaraq, Şiə məzhəbinin ən güvənilir alimlərindən biri olan Şeyx Tusinin sözü ilə bu silsilə dərslərimi bitirirəm. Hansı ki Şeyx Tusi demək olar ki Şiə məzhəbinin ən etibarlı və ən güclü hədis alimidir. Hansı ki Şiə məzhəbinin 4 ən qədim və ən etibarlı hədis kitabından ikisinin Ət-Təhsib və Əl-İstibsarın müəllifi budur. Həmçinin Şiə məzhəbinin ən qədim və ən etibarlı 2 rical kitabının Rical-ü Tusinin bir də Əl-Fihrist adlı rical kitabının müəllifi budur. Görün Tusi nə deyir? Deyir ki, bizim əksər, bəzi yox ha, əksər kitablarımızın əksər müəllifləri və bizim usul sahiblərimiz, yəni imamların hədislərini rəvayət edən ravilərimizin çoxsu pozğun əqidə sahibləri olurlar. Allahu Akbar. Bunu Tusi Əl-Fihristində 28-ci və bəzi nəşrlərdə də 20-ci səhifədə deyir. Fikir verin. Hətta deyir, baxmayaraq ki, biz onların kitablarına etibar etsək də. Yenə də Tusi öz nəfsinə uydu. Hətta deyir, onların kitablarına etibar etsək də, etiraf edirik ki, bu kitabların müəlliflərinin əksəriyyəti və hədisləri imamlardan bizə rəvayət edən ravilərin əksəriyyəti pozğun əqidə sahibləri olublar. Ey Tusi və onun timsalında olan şiyələr, necə bu cür pozğun əqidə sahiblərinin yazdığı kitablara və onların imamların adından rəvayət etdikləri hədislərə güvənir və etibar edirsiniz? Necə? Hansı ki bu pozğun etiqad sahibləri sahabələrin kafir olmasına etiqad ediblər. Hansı ki bu pozğun etiqad sahibləri Qur'anın təhrif edildiyinə etiqad ediblər. Və Allahın cisim olduğuna etiqad ediblər. Hişam adlı raviniz kimi. Hansı ki Kitab-ül Kafinin ravilərindəndir. Necə bunlara etibar edirsiniz? Hansı ki sizin ən etibarlı kitabınız Kitab-ül Kafinin müəllifi Muhammed Yaqub Əl-Kuleyni Qur'anın təhrifinə etiqad edib. Hansı ki sizin ən etibarlı və ən qabaqcıl təfsir kitabınız olan Təfsirul Qummi adı ilə məşhurlaşmış bu kitabın müəllifi Qummi, hansı ki Kuleyninin müəllimi Qur'anın təhrifinə etiqad edib.
Hansı ki Molla Bağır məclisi, ona Alləmə deyirsiniz. Və Biharul Ənvar kitabının müəllifi Qur'anın təhrifinə etiqad edib. Hansı ki sizin ən etibarlı 8 kitabınızdan biri olan Əl-İhticaz kitabının müəllifi və muhaddislərinizin, yəni hədis alimlərinizin sonuncusu və xatəmi və mühürü və nuru olan Ən-Nuri Ət-Tabarsi Qur'anın təhrifinə etiqad edib. Və bu haqda Əl-Fəslül Xitab fi Təhrifi Kitabil Rabbil Ərbab adında xüsusi bir kitab yazıb. Siz necə bu kafirlərin kitablarına etibar edirsiniz? Hansı ki Tusi özü etiraf edir Fihristində. Bunlar hamısı pozğun etiqadın sahibləri olublar. Amma deyir onların kitablarına etibar edirik. Deməli, bugün Şiə üçün önəmli olan o hədisləri imamların adından kimin rəvayət etməsi deyil. Hədisin səhih olub, uydurum olması önəmli deyil. Önəmli olan bu hədisin öz nəfslərinə və məzhəblərinə, fikirlərinə və etiqadlarına uyğun olub olmamasıdır. Əgər səhih hədis olsa, hədis səhih olsa, o hədis Şiənin məzhəbinə uyğun olmasa, o hədisi rahatlıqla rədd edərlər. Yox, əgər hədis uydurma bir hədis olsa və o hədis Şiənin etiqadına müvafiq olsa, o hədisi qəbul edərlər və gözlərinin üstünə qoyarlar. Bax, budur. Biz Əhl-i Beytin yolundayıq deyən Şiə məzhəbinin halı. Və Allah subhanahu ta'ala'ya dua edirəm ki, Allah subhanahu ta'ala bu keçdiyim 15 dərsi, bu dərsləri dinləyən müsəlmanlar üçün faydalı etsin. Və Allah subhanahu ta'ala bizi haqqa haqq bilib, haqqa tabi olan və batili də batil bilib, o batildən çəkinən qullarından etsin və doğrusunu Allah bilir. Subhanəkəllahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və ətubu iləyik.